Bakıda 41 yaşlı Pərvanə Eyvazovanın 3 günlük körpəsini dənizə ataraq öldürməsinin bəzi təfərrüatı məlum olub. Hava limanında çalışan Pərvanə Eyvazova 6 ay öncə Xəzər rayon məhkəməsinin qərarı ilə həyat yoldaşı Həmid Eyvazovdan rəsmən boşanıb. Onların birgə nikahdan 3 övladı olub. Böyüyün 25 yaşı var. Pərvanə Eyvazova hamiləlik dövründə xüsusi korsetdən istifadə etdiyi üçün hamilə olduğu bilinməyib. Onun keçmiş əri Həmid Eyvazov teleqrafa açıqlamasında bildirib ki, 2 ildir Pərvanə Eyvazova ilə münasibəti yoxdur. Bu səbəbdən yeni doğulan körpə ilə bağlı DNT analizinin aparılmasını istəyib. Keçmiş ərinin bu təklifindən sonra Pərvanə Eyvazova uşağı Türkan qəsəbəsində əvvəllər yaşadıkları evin arxasında dənizə atıb. Eyvazov keçmiş həyat yoldaşını yalan danışmaqda ittiham edib. Əvvəl dedi ki, uşaq ölü doğulub. Sonra dedi ki, iş yerinə vermək üçün xəstəxanadan uşağın ölü doğulduğuna dair sənəd ala bilmir. Birlikdə xəstəxanaya getməyimizi təklif etdim. Çıxılmaz vəziyyətdə qaldı və dedi ki, körpəni 3000 manata TikTokdan tapdığı adama satıb. Amma həmin adama zəng çatmır. Dedim polisə bildir ki, uşağı aparıblar. 3 saat sonra zəng etdim, telefonu polis açdı və bildirdi ki, Pərvanə körpəni Türkanda kiməsə verib. 10-11 gün polislər Türkanda uşağı axtardılar. Ötən həftənin 5-ci günü polisə gedib və deyib ki, körpəni diri-diri dənizə atıb. Hər kəsə yalan danışıb, ona inanmıram. Lap tutaq ki, uşağın atası mənəm. Niyə öldürürsən? Özüm baxardım, niyə özünü övlad qatili edirsən? Faktla bağlı araşdırma aparılır.